mümkün qədər azaltmaq və mümkündürsə əgər dayandırmaq. Çünki nəinki qaraciyər yağlanması, spirtli içki həmçinin də bizim bədənimizdə, beynimizdən tutun da dırnağımıza qədər hər yerdə öz mənfi təsirini göstərir. Lakin bununla bitmir. Yanaşı olaraq həkim nəzarəti altında qaraciyər yağlanmasını artıran xəstəliklərimiz, metabolik yaxud da endokrin vəzlərlə bağlı olan problemlərimizin də paralel olaraq müalicəsi çox önəmlidir. Çünki bəzən hər şey yolunda etsək belə, bəzi xəstəliklər özləri belə qaraciyərimizin yağlanmasına gətirib çıxara bilir. Və bununla yanaşı olaraq da həkim nəzarəti altında bəzi dərman preparatları ki, hansı ki ona qaraciyər yağlanmasına səbəb ola bilər, bunları əgər sizin ehtiyacınız yoxdursa, dərman listinizdən çıxartdırmaq və yaxud da başqası ilə əvəz etmək lazımdır. Və son olaraq əgər belə bir qida maddəsi varmı ki, qaraciyər yağlanmasına yaxşı təsir göstərər, bu haqda deyə bilərəm ki, kofe, qəhvə